Sabahınız xeyir olsun qızlar. Səhərimi açdım pankek eləməklə. Bugün saçımı boyamağa gedəcəm, biraz kəsim və s. 11:40-da orada olmalıyam. İndi saat 9-dur. Famil də orada kofe hazırlayır. Bananım da biraz qaralıb, eybi yox. İndi gedək bununla yeyək, sonra da çıxaq. Bu evə köçəndən bəri heç balkonda oturup yemək yeməmişik. Çünkü burada çok şey var idi, doluydu. Hələ bura yığışdırılmış halıdır. İndi bunları da mən yox eləməyi planlayıram. Sadəcə hara qoyacağım məsələn bunu. İndi onlara baxacağım. Neyse kızlar, sözüm ondadır ki, yeni aldığımız soyuducunun karobkası, nə bilim nəyin karobkası, karobkalar doluydu, nə bilim bankalar, zatlar burada doluydu. Yadınızda bir dəfə sizin üçün çəkmişdim. Bütün yerdə bankalar falan idi. Rəhbələr, turşular idi. Onları biz kaldovkamıza yığdıq. Onu bir gün inşallah sizə göstərərəm. Çöldədir, evin çölündə. Düşünürəm ki, qızlar, buranı qəşəng səliqəli bir vəziyyətə də gətirmək olar. Sanki belə coffee shop kimi qəşəng oturub burada çay içmək, səhər yemək üçün ortam eləmək olar. Bura bizim mətbəximizdir qızlar. Burada mətbəx açılır. Qıraqlarına şey qoymuşuq. Çünki ağca qanadlar girə bilir. Bu setka elədir ki, belə açılır, bağlanır. Amma ona görə oranı açmadıq. Famil qıraqlarını biraz silikonlayıb ağca qanadlar girməsin deyə. Bura açılır. Bunları buradan götürdüm. Özümü həqiqətən də şeydə hiss elədim. Coffee shopda hiss elədim. Şeydən verdi, pəncərədən verdi kofelərimizi. Mən Famildən əvvəl heç kofe içən biri deyildim. Famil isə mənim əksimə kofe qurmesidir. Demək olar ki, kofeni o mənə sevdirib, onun hazırladığını daha çox bəyənirəm. Qızlar, bu dəfə pankeklərim sanki daha çox şişib. Baxın qırağına. Daha qəşəngdir. Ayağını özünü öldürdü oradakı, məni də buraxın balkona. İndi gedəcəm mən saç boyamasına. Bu mənim qaşım üçündür. Maşallah yığmışam 7 u, 7 1. Bu da ki 7. Normalda həmişə 7-1 eləyirdim. Sonra axırıncı dəfə dedim ki, ağlarımı örtmür deyə tam 7-1. Ona görə 7 aldım. Bu ikisini qarışdırdıq. Sonra orada bir xanımda gördüm bu 7 o. Bunu getdim aldım. Elə o salondan çıxan kimi getdim bunu aldım. Ona görə o vaxtdan qoymuşam qaldım. Gəldim salona, diblərində sizə göstərirəm ki, həm ağ saçlarım var, həm də dibi əməlli başlı çıxıb. Bir dəfə də bunu vloqlarımın birində sizə demişdim. Yenə də eyni mövzunu deyəcəm. Qızlar, mənim saçımı kimsə yuyanda ən belə qıcıq olduğum şey çox sərt şəkildə yuması, dırnaqlarımı başıma batırması və bir də ki, qulağıma suyun getməsidir. Amma burada xanım o qədər səliqə ilə yuyurdu, hətta başıma elə masaj eləyirdi ki, videonu editləyəndə belə, yəni baxıram özümə, o rahatlığı indi də yaşayıram. Ümumiyyətlə, il ərzində ən az 2-3 dəfə saçları kəstirməyin tərəfdarıyam. Və yadıma düşmürdü ki, mən axırıncı dəfə saçlarımı nə vaxt kəstirmişəm. Ona görə də bugün həm çolkalarımı yenilədik, həm də ki, saçlarımın ucundan 5-6 sm kəsdik. Yeni çolkalarımla işə gedəndə isə bir iş yoldaşım mənə dedi ki, mən sənin əvvəlki versiyavı, yəni ki, çolkaların uzun olan versiyavı daha çox sevirəm, amma digər iş yoldaşlarım isə hamısı bunun mənə daha çox yaraşdığını və qısa çolkaların mənə daha çox şirin göstərdiyini dedilər. Sözsüz ki, sizin fikirləriniz mənə çox maraqlıdır. Ona görə rəylərə yazın ki, qısa çolkanı mənə daha çox yaraşdırırsınız ya uzun. Növbəti gündən, iş günündən sizə salamlar. İndi nahar vaxtıdır, gedirəm öz Temu bağlamamı götürüm, gəlim açaq baxaq görək bu dəfə mən nə sifariş eləmişəm. Qızlar, hava dəhşət istidir, qıpqırmızı qızarmışam. Tam yola döndüm. Temu dedim sizə, amma iHerb deməyi unutdum. iHerbdən stokladım özüm üçün bu Misha'nın BB kremlərini. Çünki 19 manata düşmüşdü, endirimdə idi, qaçıra bilməzdim. Sonra nənə üçün, bir də özümüz üçün Omega 3 bu balıq yağından sifariş eləmişəm. Bir də mənim ən sevdiyim məhsul bu düyü toneri. Yadınızdadsa, keçən vlogda sizə dedim ki, tripodumu qırmışam və eynisindən Temudan sifariş eləmişəm. O da baxın budur, çox qəşəngdir, bunu çox bəyənirəm. Temunun telefon kabroları bir başqa aləmdir də qızlar. Düzdür, bunlar mənim deyil, iş yoldaşımın da 2 telefon kabrası almışdı məndən bir yerdə. Amma ki, özünüz bilirsiniz ki, məndə evdə 1.20 ilə telefon kabrolarda. Demək olar ki, 99%-ni elə Temudan almışam. Diş fırçalarının belə fırça hissəsini qoymaq üçün səyahət qutuları çox şirindir. Bir də ki, təbii ki, bu pişik tükü təmizləyən rulonlar. Mənim gözəl iş yoldaşımın nişanı olub qızlar. Gəlin bunu açaq, baxaq. Nişan xatirəsi kimi çox qəşəng bir şeydir bu.
İndi bunun içində yəqin konfet var. Gəlin açaq baxaq. Hansısa maşın polnu xod qoyub mahnını ən zəhləm getdiyim şeydir də. Oy, nə qəşəngdir bunlar. İndi bunu yeyəcəm. Hələ evə gedib çatmamışam. Belə acam. Kakraz bunu yeyərəm. Qabı çox qəşəngdir. Belə içinə aksesuarlarımı da qoya bilərəm. Həm də belə dekorativ qab kimi də çox şirindir. Allah xoşbəxt eləsin. Bu isə növbəti günün səhəridir. İş günlərində vloqlarım belə olur. Çünki hər gündən biraz çəkə bilirəm. Səhər hazırlaşdım, işə getdim, işdə işimi gördüm. Ondan sonra əgər maraqlı bir şey eləmirəmsə, bütün günü iş görürəmsə, vloq çəkməyin də mənası olduğunu düşünmürəm. Amma bu gün naharda sevimli iş yoldaşlarım ilə belə maraqlı bir coffee shop'a gəldik. Düzdür qızlar, bura reklam deyil. Özüm istədim ki, çəkim sizə də göstərim. Dördümüz içindən bir nəfər işdən ayrılır, o mən deyiləm. İkimiz isə məzuniyyətə çıxırıq qızlar. Mən də məzuniyyətə çıxıram. Ona görə inşallah ki sizin üçün bu məzuniyyətdə bol belə vloqlar çəkəcəm. Ona görə də elə indi kanalıma abunə deyilsinizsə mütləq şəkildə abunə olun. Videonu bəyənməyi, əgər sizin üçün maraqlı oldusa fikirlərinizi də yazmağı unutmayın. Hər dəfə salondan çıxanda belə saçımı çox bəyənəndə özümə deyirəm ki, əzizə ara çox vermə də. Yəni heç olmasa bir aydan bir get bu kəsimi elə, nə bilim ukladka elətdir. Sənə çünki çox yaxşı gəlir. Yəni ki, bir dənə balaca prosedur nəsə elətdirsəm də özümü çox yaxşı hiss eləyirəm. Amma bir də baxıram ki, nə bilim 2-3 ay, hətta 4 ay olub ki, mən salondan çıxmışam, saçım uzanıb, nə bilim dibim gəlib. İşlərin çoxluğundan, baş qarışıqlığından həqiqətən də bəzən vaxt eləmək olmur. İş həyatında mənim üçün ən önəmli olan şeylərdən birincisi elə iş kollektividir. İşi sevmək çox önəmli olan şeylərdən biridir. Yəni mən bundan tamamilə razıyam və eyni zamanda maaş da önəmlidir. Çünki belə baxanda biz niyə işə gedirik? Gördüyümüz iş müqabilində müəyyən bir əmək haqqı almaq üçün. Amma əgər işlədiyin yerdə toksik bir mühit varsa, insanları sevmirsənsə, yəni iş kollektivini sevmirsənsə, o işin valla nə maaşı, nə də ki işi sevməyin adamın gözünə görünmür. Çünki insan belə baxanda sosial varlıqdır. Biz qidalanırıq əsasən münasibətlərdən. Ona görə maşallah olsun, çox şanslıyam ki, ətrafımda həqiqətən dəyər verilməyə layiq olan insanlar var. Alışveriş eləyəndən sonra fərqinə vardım ki, mən vlog çəkirəm, amma çəkməmişəm. Evdə sizə göstərəcəm nələr almışam. İşdən sonra gəldik Bravoya. Alınası bir neçə şey var idi ki, onları alaq və gedək. Keçən dəfədən elə ayaq altı istəyirdim, amma düşünmürdüm ki, onu Bravodan taparam. Qızlar qəşəngini tapdım ha, bu arada öz aramızdır. 8.99 olmalıdır. Bu qəşəngdir, bəyəndim boz rəngini. Çox qəşəngdir. Bu nə materialdır? Bu da pis deyil əslində, amma bu rəngi daha qəşəngdir. Bu sizcə hara? Ay! Hara salmalar? Famildir ki, vay, gör nəyi vurdu üstünə. Özdə qara paltar geyinmişəm qızlar. Onu da bəlkə də yerə atıblar. Bildiyiniz paltarım toz oldu. Axşam elə gedən kimi atdım yuyulsun. Bu hissəyə keçəndə elə istirahət, dincəlmək belə beynimə gəldi. Ay Allah, bir dənə ehtiyac var qızlar. Ay, yay gələndə ümumiyyətlə belə işləmək olmur mənə görə. Hamının beyni elə dincəlməkdə olur, istirahətdə olur, dənizdə, bağda, orada, burada. Qapı önü üçün əvvəl var mıydı? Amma əvvəlkini mən atdım, getdi. Baxaq görək. Bu çoxmu balaca qaldı? Elə bir biraz balaca qaldı. Amma da neynimi almışıq da, xoşum gəldi. Heç dinlə ölçdün əyəzdə, gedəndə almağa. Pis deyil məncə. Çox da pis deyil, normal. Amma əvvəlki böyük idi. Tam, yəni ki, baba buranı tam tuturdu. Sadəcə olaraq əvvəlki biraz parça materialındaydı və xarab olmuşdu da. Üstü artıq elə bir vəziyyətə gəlmişdi ki, yuyanda da getmirdi. Ona görə dedim ki, təzəsi ilə əvəz eləyək. Məncə pis olmadı. Bir dənə onu oradan etiketini qopartmaq lazımdır. Söhbət elə. Nə var, nə yox. Qızlar, bazarlığımızı oturub hamısını bir-bir çəkmədim.
Çünki çoxsu pomidor, xiyar, badımcamı belə şeylər idi. Bir dənə bunu çəkirəm sizin üçün. Niyə? Çünki bu mənə görə ən münasib qiymətli olanlardandır. Yəni ev ətridir, ev üçündür. 6 manat neçə qəpiyə düşmüşdü. Bir də ki mən bundan əvvəldə istifadə eləmişəm və çox bəyənmişəm. O çeri idi, albalı olmalıdır. Bir də indi bunu aldıq, şəftalı qoxulu. Amma digərləri var. Misal üçün lavanda, nə bilim, qara gilə meyvəli falan. Mən onları nədənsə bəyənmirəm. Açdım, orada biraz qoxladım, amma açıram belə qoxluyuram da. Yəni içini tam qoxlaya bilmirəm deyə, bilmirəm ki, məni alladırmı, allatmırmı? Yəni qoxusu, getdilir ora. Hə. Qoxusu tam gəlirmi ya yox, bilmirəm, amma bunun iyini bilirəm ki, indi də gəldi. Şirin bir iyi var. Bir də mən açan kimi ancaq bir çubuq qoyuram. Çünki açan kimi birinci çox kəskin iyi olur və çox belə ürəyimi vurmasın deyə bir dənə çubuq qoyuram. Sonra yavaş-yavaş görürəm ki, təsiri azalır. 2 dənə çubuq, 3 dənə çubuq, axıra yaxın ümumiyyətlə bütün çubuqları atıram içinə ki, evi daha yaxşı belə qoxusu yayılsın. Növbəti gündən salamlar. Bugün səhər açılan kimi ən birinci məqsədim ev işləri görməkdir. İndi bunu açacağım, qoyacağım burada. Bir ki ev işimi görüm, siz üçün də çəkim. Nə qədər üstündə kitabça çıxır. Qızlar, boş vaxtdan istifadə edib dırnağımı belə lak çəkmişəm. Bir də baxıram ki, bu hissə qurumadan dəyib harasa. Bu bilirsiniz hansıdır? Flormarın o son aldığım, keçən vlogda sizə göstərmişdim, o lakı. Saçımı yenə necə gəldi yığdım, boş verin qızlar. Onsuz da ev işi görürük indi. Dağılacaq, töküləcək. Hərdən bu tip rəylər görürəm ki, makiyaj masanızı düzənləyin, makiyaj masanızın vloqunu çəkin. Amma qızlarım, iş burasında da ki, mənim elə böyük bir termom yoxdur. Sözün açığı qızlar, biz bu evi alanda, yəni mən bilirdim ki, burada böyük bir termo yoxdur. Sadəcə belə kiçik hissədən ibarətdir. Güzgü var arxasında, çox böyükdür. O çox gözəl bir şeydir. Yəni böyük bir plusdur. Amma xüsusi böyük bir termosu olmadığına görə mən bilirdim ki, öz əşyalarımı rahat bir şəkildə yerləşdirmək üçün ən azından mənə güzgülü komod lazımdır. Amma hər şey birdən-birə həll olmur. Biz bu evə köçəndən bəri xırda-xırda bir çox əşyalarını yenidən almışıq. Evin yenə də bir çox əşyalara ehtiyacı var. Yəni təkcə ehtiyac olan şey komod deyil. Sanki belə prioritetə bölmüşük. Ona uyğun olaraq da yavaş-yavaş ehtiyac olan şeyləri alırıq. Onsuz da nə aldım, nə etdim, nə yerləşdirdim, bunları sizin üçün çəkirəm. İnşallah onları da alanda etap-etap nəyi necə düzənləyirəm, mütləq sizin üçün vloqlayacağam. Baxın qızlar, sizə bunu deyirdim. Keçən vlogdakı Dekalibdə bunu görmüşəm. 4.90 idi deyəsən, səhv eləmirəmsə. Mən bunu 7 manata aldım. Əslində çox keyfiyyətlidirlər, birdən belə eləyimsə. Tam dəqiq, qəşəng görəsiniz. Baxın, içindən bunlar çıxır, belə-belə şeylər. Budur. Bu niyə qaraldı ekran? Sonra bunlardır belə balaca. Bura kremləri tökmək olar. Bura şampun, balzam, nə bilim. Sevimli iş yoldaşım mənim üçün belə çox şirin bir fincan alıb. Qızlar, mən belə balaca, şirin fincanları daha çox sevirəm. Burada toka taxılı olan şey ağ rəngdə belə qara monitor kimi görsənən bir şey. O robot tostoranın nə deyirlər, cihazıdır. Adını indi bilmirəm nə deyirlər ona. Buna hələlik qoymuşam. Yəni elə bilərsiniz ki, bu həmişə mənim yanımda qalır. Yox qızlar, hələlik qoymuşam ki, o aşağı hissəni də, yəni onun altını da tam təmiz təmizləyə bilsin. Ümumiyyətlə ev işlərində mənim ən sevdiyim şey nəyinsə tozunu silmək, şüşələri silmək, güzgüləri silmək və silmək işidir. Amma ən nifrət elədiyim şey, belə gözümün düşməni olan bir şey var ki, o da ki qab yumaqdır. Mənə iş yoldaşım hədiyyə elədi. Çox qəşəng bir şeydir və belə 100 ilə, zərətqə ilə. Mən Temudan almışdım, amma batareya ilə idi. Bateriyası da 2 gündən bir qutarırdı da. Yəni onu bateriyaya çatdırmaq mümkün deyildi. 3 dənə belə dərəcəsi var. 1, 2 və 3. Çox qəşəngdir. Soruşdum ki, hardan almışsan? Sadəcə mənə bir dənə yerini də, ayda bu robot tostorana imkan vermədi. Gəlir gedir şeyə dəyir, bizə dəyir. Buna bax.
imkan vermir ki çəkiliş aparasam. Neyse soruşdum ki hardan almısanız? Dedi ki mən almamışam, kimsə alıb falan. Dedim nə olar soruş, mənə de. Çünki mən bundan almaq istəyirəm. Neyse çox təkid elədi. Dedi yox götür. Mən də normalda xoşum gəlmir. Kimsə əlindən bir şey almış kimi oluram. Amma qızlar bilsəydim bu harda satılır. Eynən bundan qızlar yenə almaq istəyirəm açığı. Qaynanamaza da almaq istəyirəm. Çox qəşəngdir, çox bəyənmişəm. Sırf bundan görsəz hardasa mənə nə olar xahiş edirəm mütləq şəkildə deyin. Açığı hələ Temuya baxmamışam. Temuya normalda bunun şəkli çəkib atanda önəmlidir. Çəkib atanda göstərir ki, bundan var ya yoxdur. Yəni hələ ona baxmamışam. Dən vaxt edib baxacağam. Amma Bakıda da tapsam, yəni mütləq bunun eynisindən alacağam. Çox qəşəngdir. Bayaq qab yumaq məsələsini danışanda bəzi izləyicilərimin rəyləri yadıma düşdü. Biz yeni evə köçəndə bəzi izləyicilər yazmışdılar ki, bilmirəm indi hal-hazırda baxırlar ya yox, yazmışdılar ki, bəs mütləq şəkildə yeni evinizə qab yuyan maşın alın. Qab yuyan maşın çox vacibdir. Yəni o bir lüks deyil, o sadəcə komfortdur. Yəni mütləq şəkildə evdə olmalıdır. Kontrolə gəlmisən Luna. Qabıyan maşınla bağlı sizə daha sonra öz fikirlərimi deyəcəm, amma gəlin indi toy şəkillərimə baxaq. Təbii ki, mənlə pişiklə başlayıram. Qızlar, bu şəkli çox bəyənmişdim. Bu mənim pişiyim deyil. Elə fotostudiyada olan bir şey idi. Bundan çəkdirmişəm. Birinci şəklimiz budur, ikinci şəklimiz budur. Burada ümumiyyətlə bilməm fikir versiya yox. Mənim burun əməliyyatımdan öncəki şəkillərdir. Yəni o vaxtı hələ burnum əməliyyat olmamışdı. Burada da mən varam. Aşağıda famillə biz var. Amma famil istəmir ki, çox da şəkilləri görsənsin. Ona görə ancaq öz şəkillərimi sizə göstərim. Bu hissəni daha çox bəyənirəm. Çox romantikdir. Burada detallar var. Gəlinliyimi amma gördüyünüzdə qızlar bir dənə ayrı şəkil qoyaram ki, sizə gəlinliyimi tam olaraq görəsiniz. Çox incə bir gəlinliyim var idi. Çox bəyənmişdim həqiqətən. Bu şəkilləri sizə göstərə bilərəm. Canım atam, canım anam. Mişa, Mişulya. Burada belə bir şəkillərimiz var. Bu şəkil üçün belə ürəyim gedir. Belə bir detallar var. Bu evdə bizdə çəkilib. Zalda, şuvalanda. Burada da mama inanıq. Belə şəkillərimiz var. Burada da belə şəklim var. Qızlar, çox şəkilləri göstərə bilmədim sizə. Çünki çoxsunda familin üzü düşüb və famil məndən xahiş elədi ki, mən düşənləri sən paylaşma. Həmişə mənə maraqlı gəlirdi ki, görəsən gəlinlə nə söhbət eləyirlər. Yəni o iki daşın arasında nə tema tapırlar, söhbət eləyirlər oynayanda. Amma o gün mənə başa düşdüm ki, nədən söhbət gedirmiş sən demə. Toyda qrup olaraq biz Ayparanı çağırmışdıq. Qızlar o qədər möhtəşəm, o qədər səliqəli, solidni, o qədər belə necə izah edeyim sizə, səviyyəli apardılar toyu. Təsəvvür edin, fransız və italyan dilində belə mahnı oxudular. Burada da belə bir şirin şəklimiz var. Çox qəşəngdir məncə. Çox bəyənirəm toy şəkillərimizi. Düzdür, kaş əvvəldən burnum əməliyyat olardı, amma heç nə olmaz. Bugün ilk dəfədir ki, Baldızımgil bizim bu yeni evimizə qonaq gələcəklər. Baldızımgillə yanaşı eyni zamanda qaynanam, qaynatam da gələcək. Ona görə istəyirdim ki, hər şey çox yaxşı olsun. Qaynanam maraqlı və dadlı yemək videoları tapan kimi Instagramdan mənə atır. Mən də onları bir-bir save eləyirəm. Və bu qonaqlıqda nə bişirim deyəndə girdim qaynanamın mənə göndərdiyi o videolara baxdım. Onlar içində mənə belə ən maraqlı gələn və daha çox belə dadlı gələn bu salatı hazırlamağa qərarı aldım. Qızlar, deyirəm nə yaxşı ki, mən bu salatı hazırlamışam. Təsəvvür eləyin, qaynanam, qaynatam, baldızımın yoldaşı, elə öz yoldaşım da o qədər çox bəyəndilər ki, ona görə sizə elə şiddətlə tövsiyə edirəm ki, bu yay mütləq bu salatdan hazırlayın. Əvvəlini sizin üçün çəkməmişəm. Gəlin o hissələri sizə deyim. İri badımcanlar olur qızlar, belə böyük badımcanlar. Adını tam dəqiq bilmirəm. Həmin badımcanları fal-fal kəsirəm. Biraz duzlu suda saxlayıram. Daha sonra yuram və hər iki üzünü yaxşı şəkildə qızardıram. Hətta qızardanda yağına biraz da olsa qarğıdağı nişastası tökə bilərsiniz. Mən tökdüm. Badımcanları qoyuram soyumağa. Daha sonra isə mən bu toyuq fililərini, yəni toyuq döşətini başlayıram qızartmağa. Siz əvvəldən xırda-xırda doğrayıb da qızarda bilərsiniz. Amma mən belə bir fal-fal doğradım, döşətini qızartdım. İndi sizin gözünüzün qabağında belə xırda-xırda doğrayıram. İstəyirəm mənə kömək eləyəsən Luna. Küləyin səsini eşidirsiniz. Bu arada qəşəng bir dənə külək var.
Hərdən istəyirəm mənə kömək edəsən ev işlərində. Amma təəssüflər olsun ki, ancaq batırırsan. Geçən dəfə bir izləyici yazıb ki, Famil bəy həmişə onu sığallayır, sevgi göstərir. Amma siz bunu ona eləmirsiniz. Qızlar, vallahi eləyirəm. Amma indi kameranın qabağında çox da elə göstərmirəm də. Kameranın qabağında elə göstərirəm ki, öncə bunu danlayıram. John. Amma sevmir də məni. Yəni bu heç bir reallığı dəyişmir. İndi qızlar, deməli bizə lazımdır bir dənə sarı biber, bir dənə qırmızı biber, belə. İki dənə də bundan götürürəm. Əslində bunun yaşılı məncə olur, amma Famil tapmadım. İki dənə də bundan vuracağım belə. Bunları yum, gedək doğrayaq, salata qataq. Qabıyan maşını haqqında sizə demişdim ki, fikirlərimi deyəcəm. Qızlar, qabıyan maşını haqqında fikirlərim ondan ibarətdir ki, dəhşətli dərəcədə mən o qabıyan maşını istəyirəm. Amma bir problem var. Təəssüflər olsun ki, bizim mətbəxdə qabıyan maşını yerləşdirmək üçün mətbəxdə elə bir yer saxlamayıblar. Yəni yerimiz yoxdur. Yer olsaydı, inandırım sizə, televizordan öncə mən elə o qabıyanı alıb qoyardım. Baldızımla da keçən dəfə danışanda o da deyir ki, yəni mən o qabıyanı istifadə edənə qədər elə bilirdim ki, qabıyan bir lüksdür. Amma qabıyanı istifadə edəndən sonra görürsən ki, sənin zamanını o qədər qabağa çəkir. Yəni sənə çox kömək olur. Evində qabıyan maşını istifadə edən mənim əziz izləyicilərim, xahiş edirəm sizdən öz fikirlərinizi bu qabıyan maşını haqqında yazın. Əgər çox bəyəndiyiniz marka varsa, hansı ki istifadə edirsiniz və illərdir bəyənirsiniz, onlara da yazın. Bilmək olmaz, bəlkə də sabah bir gün gedib qabıyan maşını alaram, harasa bir dənə onu yer taparam və qoyaram. Əslində bu salatın içinə qoz da gedir. Yəni 100-150 qram. İndi baxırda siz nə qədər hazırlayırsınız. Mən reseptdən daha çox hazırladım. Çünki düşündüm ki, qonaqlıqdır. Yəni ki, biraz çox hazırlasam daha yaxşı olar. Amma yoldaşım salatlarda qozu bəyənmədiyinə görə ki, mən əksinə daha çox bəyənirəm. Ona görə bu dəfə qoz vurmadım. İkinci düzəltdiyim salatı isə mənə elə gəlir ki, əvvəlki vloqlarımda hansındasa sizə göstərmişəm. Demək olar ki, qızlar, evləndiyimizdən bəri hər qonaqlıqda mən bu salatdan hazırlayıram. Bu salat mənim qaynanamın ən çox sevdiyi salatdır və deyir ki, mən bu dadda bu qədər dadlı, qızlar, bu mən demirəm, qaynanam deyir. Deyir ki, bu qədər dadlı mən bu salatı heç bir yerdə yeməmişəm. Mən bu tərəfdə yeməkləri hazırlayırdım. Famil də o tərəfdən kofe hazırlayırdı ki, kofe içək. Pomidorları, soğanı göstərdiyim şəkildə doğrayandan sonra kənarda belə sosunu hazırlayıram. Əminəm ki, bir çoxlarınız artıq bu salatdan eləmisiniz. Əgər eləməmisinizsə, mütləq şəkildə yayaydı qızlar. Özü pink pomidorla bu salat o qədər dadlı alınır ki, yəni eləyəndə pink pomidorla eləyin. Qızlar, başım o qədər qarışıq olub ki, əllərim də bu dəqiqə əsir. Ona görə ki, səhərdən heç nə yeməmişəm, ancaq elə ev işi. Bir dənə belə bir süfrə qurmuşam. İstədim bir dənə sizə göstərim. İndi qonaqlarım gələcək, baldızım gil. İlk dəfədir bu evimizdə olacaqlar. Ona görə belə bir süfrə qurdum. Hələ qaynanam da sağ olsun, mənə əziyyətə verməmək üçün aş da pişirib. Buna baxın elə, ayda bu da ləzzətdir, ləzzət. Yəni bu salat, bir də bu salat yay salatıdır həqiqətən qızlar. Nəysə, qaynanam da onu deyirdim ki, qızlar aş pişirib gətirir. Yəni ki, məncə kifayət eləyər bu bizə deyə düşünürəm. Belə qızlar, süfrəmi də hazırladım. Sizinlə də sağollaşıram. Sizləri çox sevirəm. Gələn vloqlara dək hələlik.